Bir çox xanımlar bunu mənim hazırlamağımı istəyiblər. Xəmirim artıq hazırdır. Çünki mənim 2 dənə şəkərbura videom var və ona görə xəmirin hazırlanmasını sizə göstərmirəm, vaxtınızı almıram. Amma resepti mən sizin üçün videonun altında qoyacağım. Belə bir ürək forması var məndə, biraz iridir. Yəni piçenya formaları kimidir. Bunu mən dəmirçilərdə düzəltdirmişəm. İstəsəniz belə bir şey eləyə bilərsiniz, düzəltdirə bilərsiniz və yaxud da kağızdan kəsə bilərsiniz. Gündəni yayırıq adi qayda ilə. Biraz uzun sol yayırıq. Və 2 dənə kündə yayırıq. Bir altı, bir üstü. Və formadan ürək şəklində kəsirik. Artıqlarını götürürük. Eləcə də ikincisini bu qayda ilə kəsirik. Bu formanı üst-üstə qoyuruq və bir tərəfini bərkidirik. Bir tərəfini bu qaydada bərkidirik. Qalır bu tərəfi. Rahat olsun deyə çay qaşığı ilə ləpə qoyuruq və çay qaşığının arxası ilə künclərə ləpəni doldururuq. Biraz da bağlayırıq. Və qalan hissəsində bu qayda ilə doldururuq. Doldurduktan sonra ağzını bağlayırıq. Kənarlarını bərk basıb möhkəmləndiririk. Və indi qırağını bükəcəyik. Bu qayda ilə buradan başlayacağıq bükməyə, gəlib çıxacaq bura. Şeker buranın bir tərəfi və indi əksinə gedirik, qaydırıq bizi o birisi kənarı ilə. Burada birləşir. İndi üzərində istədiyiniz naxışı vura bilərsiniz. İndi sizə bu naxışı göstərmək istəyirəm. Bunu rəfiqəm naxışlayacaq.
bu qayda ilə başqa bir naxış da vura bilərsiniz. İndi ortasını istəyirəm qaşqolun bu hissəsinə. Belə qaydada. Bu da mən bugün sizə hazırladığım şəkər buralar. Belə qaydada alındılar. Ümidvaram bəyənəcəksiniz. Videonu bəyənirsinizsə like etməyi, səhifəmə abunə olmağı unutmayın. Sağ olun, sağlıqla qalın.